Deməli belə əziz abituriyyentlər, bütün bu qrammatik, eyni zamanda short tekstləri və mətnlərin izahlarını verəndən sonra nəhayət ən başa qayıdırıq bizim listening hissəmizə. Gəlin listening hissəsini sizinlə bərabər bir yerdə təhlil aparaq. Burada gördüyünüz kimi gəlin üzərində qeydlərdən gedəyin. Aha. Burada da görürsünüz ki, dinləməmiz Amelia Earhart haqqındadır. Amelia Earhart haqqında belə bir məlumatımız var ki, bizim ilk təyyarəçi qadın olmuşdur. Bir saniyə uşaqlar. Deməli, Amelia Earhart ilk təyyarəçi qadındır, hansı ki, o uçuş həyata keçirməyə çalışırdı. Uçmağı, təyyarə ilə səyahət etməyi çox sevirdi. Çünki daha uşaq yaşlarından gənc olarkən biraz onunla araşdırırsanız, yəni heç dinləməyə belə baxmadan, sadəcə onun haqqında məlumatınız olsa, bu dinləməni çox rahat şəkildə cavablandıra bilərdiniz, yəni dinləm materialı etmədən də. Amelia Earhart özü təyyarəçi qadın olmaq istəmişdi. İlk dəfə olaraq Atlantik okean üzərindən səyahətini həyata keçirmiş. Daha sonra bütün dünya səyahətini də yerinə yetirmək istəmiş. Bunu bir ay ərzində başa çatdırmaq istəmiş. Ancaq Pacific Ocean'dan, yəni Sakit Okean üzərindən keçərkən təyyarəsi qəzaya uğrayır və nə baş verdiyi, nə oldu, onun başına nə iş gəldiyi, təyyarəsində nələr olduğu bilinmədi və bunu anba-an öz gündəliyində qeyd eləyir. İndi gəlin bir-bir baxalım. Bir nömrə tapşırıqda nədir? What did Amelia want? Amelia want nə istəyirdi? A bəndində she wanted to take part in air shows in the USA. Amerika Birləşmiş Ştatlarında məhz hava göstərişlərində iştirak etmək istəyirdi. Bir A səhvdir. B bəndinə baxırıq. She wanted to give flying lessons at the university. O məhz universitetdə uçuş dərsləri vermək istəyirdi. B səhvdir. Özü uçuş dərsi alır NET-dən. Ancaq belə uçuş dərsləri vermə fikri olmayıbdı. Bütün dünyanı səyahətə çıxmaq istəyir. She wanted to be the first woman to fly around the world. Yəni dünya ətrafında uçuş edən ilk qadın olmaq istədi. C variantı doğru cavabdır. Burada D variantı D'də isə she wanted to make the USA the most famous country in the world. Dünyada ən məşhur ölkə USA-yi ən məşhur ölkə etmək istədi. D variantı səhvdir. Amerika Birləşmiş Ştatlarının, yəni belə bir cavab yoxdur. Y bəndə she wanted to achieve something which was common for that time. O həmin vaxt üçün ümumi olan nəsə bir şey nail olmaq istədi. Yəni hər kəs üçün. Xeyr, hər kəs üçün deyildi. Bu qeyri-adi bir şeydir. Çünki söhbət ilk pilot qadın, çünki o vaxtın ilk pilot qadını yox idi. Bir də düzgün cavab C variantı idi. Keçirik 2 nömrəli tapşırığa. Complete the sentence according to the passage. Mətnə görə düzgün cümləni tamamlamaq lazımdır. Amelia was the first woman. Amelia ilk qadın oldu. Kim? Flew across the Atlantic. Bəli, Atlantik okean üzərindən uçan ilk qadın oldu. Bu da A variantı doğrudur. B variantı studied medicine, tibbi öyrəndi. Səhvdir. Flew around California. Kaliforniya üzərindən uçdu. Kaliforniya üzərində uçuşlar etmək istədi, ancaq bu uğursuzluğa uğramışdı. Yaxşı olmadığını ki, valideynlər istəmirdi onu uçuş etsin hətta. Couldn't get approval to fly. Uçuşu qəbul edilmədi, səhvdir, bəyənilmədi. Could finish high school. Yüksək ali məktəbi bitirmişdi. Xeyr, düzgün cavab A variantı idi. Üçüncü tapşırığa keçirik. What is the passage mean about? Bəs mətn haqqında idi. A bəndə take part in flying lessons, uçuş dərslərində iştirak etmək səhvdir. B famous woman pilot, yəni məşhur təyyarəçi qadın, düzgün cavab. Bəli, burada B variantı doğru qeyd olunubdur. C-də achievements in hisslər, tarixdə nailiyyətlər səhvdir. D bəndində pilots of the 20th century 20-ci əsrin pilotları səhvdir. Sadəcə bir pilotdan söhbət gedir. The life of women in the USA, Amerika Birləşmiş Ştatlarında qadınların həyatı yanlışdır. 4 nömrə tapşırığa keçirik və sonuncudur artıq burada. Nə deyir? True və ya false qeyd ediləcək, yəni doğru və ya səhv cümlələr qeyd edilir. 1. Amelia and her mother visited an air show in California. Kaliforniyada
hava uçuşlarına baş çəkdi. Kim? Amelia ilə atası idi. Faze. Anası değildi. Ona göre bu false, yani düz yazıb. Amelia wasn't seen after flying across the Pacific Ocean in 1937. 1937-ci ildə məhz Amelia Sakit üzərində uçuşunu edə bilmədi. Keçəndən sonra uça bilmədi. Bu doğrudur. Və true. After 15 hours of flying, Amelia was met as a hero in the United States. Amerika Birləşmiş Ştatlarında 15 saat uçuşdan sonra Amelia məhz bir qəhrəman kimi tanındı. Bu doğrudur. The United States government looked for Amelia and found her. Amerika Birləşmiş Ştatları hökuməti Amelia axtardı və tapdı ki, onun nə özü, nə təyyarən qalıqları heç bir yerdə tapılmadı. Bu da false-a görə doğru cavab götürülür. Belə yekunlaşdırsaq, 1-də düzgün cavab C variantı idi. 2-də düzgün cavab A variantı idi. 2-də. 3-də düzgün cavab B variantı idi. 4-də isə hansı formada oldu? B, A, A, B. B, A, A, B şəklində sonlandırdıq. Dinlən materialınız belə. Və ən son olaraq gəlin 26-cı tapşırıqda bizə burada gördüyünüz kimi verilir ki, biz nə etməliyik? Məhz esse qurmalıyıq. Esse haqqında yazmalıyıq. Esse biz o şəkillərə baxaq. Make up a story according to the pictures in the given verse. Verilmiş sözlərə görə şəklə baxaraq hekayə qurmaq lazımdır. Write at least 35 words, en azı 35 söz yazmaq lazımdır. Gördüğünüz kimi burada 3 tane şagird var. Oğlan, ikisi kişi, biri qadın. Olmaqla onlar düşərgəyə gəliblər. Günəş çıxır və burada hansı hadisə baş verir? Əvvəlcə hava çox gözəl idi. Sonra yağış yağmağa başlayır. Gördüğünüz kimi ve onlar üşüyürlər. Sonra isə nə baş verir? Onlara kömək üçün dəsmal, yəni paltarlar gətirirlər. İndi gəlin baxalım. Gözəl bir gün uşaqlar düşərgəyə getdilər. Gözəl bir gün idi. Bundan başlamaq lazım idi. It was a wonderful day. The weather ya da it is sunny. Hava eğer wazla verirsə, wazla cavab eləmək lazımdır. It was sunny, hava güneşlidir. And adlandıra Tom, Jane and Jack decided to go to the camp. Düşərgəyə getmək qərara gəldilər. Then they sat down in front of the tent, onlar çadırlarının qarşısında əyləşmişdilər and talked about something, nəsə barəsində söhbət edirdilər. Then birdən deyək də all of a sudden the weather changed, qəflətən hava birdən dəyişdi and it was ya da it rained, yağış yağmaya başladı. It began raining, yağış yağmaya başladı. The children, uşaqlar yəni üşüyürdülər burada. Get cold, got cold, uşaqlar soyuq idi. After that, bundan sonra digər yoldaşları Azə partners, other companions helped them to bring some clothes and food. Then the children was very happy. Uşaqlar şən oldular, xoşbəxt oldular və əyləncəli vaxt keçirdilər. They had the fun
all of day, yəni bütün günü onunla əlincə başlayırsa. Bu şəkildə bunu tamamlamaq mümkün idi. Bu da esse. Salam əziz abituriyentlər. Bildiyimiz kimi bugün 2026-cı il 26 aprel tarixində keçirilmiş 19-cu siniflər üçün keçirilmiş olan imtahanın gəlin suallarına baxaq. Həmin sualda düşən suallar 9-cu sinif üzrə burada bir sinif testi var. Sınaq testi var. Həmin sınaq testinin deməli variantı C variantı. C variantının cavablarını paylaşıram uşaqlar sizinlə. Nə suallarınız yaranarsa rey bölməsini qeyd edə bilərsiniz. İlk öncə dinləməni qoyan qırağa, dinləməni sonra sizə izahatını verəcəm. Burada ilk öncə qeyd edeyim Ameliya haqqındadır. Yəni Ameliyada bilirsiniz ki 9-cu sinifin özünün dinləməsindən salınıb. Yəni kitabın özündə onu dinləmədən birbaşa sınağa salıb, qəbul imtahanı salıb və bu çox rahatdır. Gəlirik 5-ci sualın izahına. Əvvəlcə 5-dən başlayaq. Notice gate var. The library will stop its work on Friday for a meeting with the famous writer. Please return your books by the end of Thursday. The library will start its work on Monday in the morning. Qeydimiz belə ki, kitabxana deməli 5-ci günü öz işini məşhur bir yazıcı ilə görüşünə görə saxlayacaq. Zəhmət olmasa kitablarınızı 4-cü gün sonuna kimi return qaytarasınız və kitabxana 1-ci gün səhər öz işinə yenidən başlayacaq. Thank you for your understanding. Anlayışınıza görə təşəkkür edirik. A variantının readers are invited to participate in the meeting. Oxucular iclasda iştirak etməsi dəvət edilir. Belə bir şey yoxdur. B bəndi the library will receive books at the end. Kitabxana kitabları həftə sonu qəbul edəcək. 4-cü gün sonuna kimi verməlidirlər. B variantı da buna görə səhvdir. C bəndə the library will close till the end of Monday. Kitabxana 1-ci gün sonuna kimi bağlı olacaq. 1-ci gün səhər artıq fəaliyyətə başlayacaq. D bəndə the last day for returning books is Monday. Kitabları qaytarmaq üçün son gün 1-ci gündür. 4-cü günün sonuna kimi qaytarmalıdırlar. D-yə görə səhvdir. The library will not work for a few days. Kitabxana bir neçə günlük işləməyəcək. Düzgün cavab burada Y variantıdır. Keçirik 6 nömrə tapşırığa. 6 nömrə testi isə deyir Mr. Ridgewell, əzizim Mrs. Ridgewell, thank you for your kind invitation to enter on Thursday, January the 9th. Unfortunately, Jack is away on business in Edinburgh. He will not return until Saturday, so we are not able to accept your invitation. I am sure he is as sorry as I am to miss the pleasure of having dinner with you. Yours sincerely, Elizabeth Brown. Dəvətinə, yəni səmimi dəvətinə görə təşəkkür edirik. 4-cü günün nahar yeməyini çağırdığına görə yanvar ayının 9-u, 4-cü günü, deməli dinner burada normalda səhər, günorta ilə axşam arası və nahar da qeyd etmək olar. Dəvət üçün təşəkkür edirik. Təəssüf ki, Jack biznesə əlaqədar Edinburghdadır. O 6-cı günə kimi qayıda bilməyəcək və beləliklə biz sənin dəvətini qəbul edə bilmirik və əminəm ki, o da səninlə xoş bir axşam yeməyi yediyimizi qaçırdığımıza görə üzgündür. Yours sincerely, ən xoş arzularla, səmimiyyətimlə Elizabeth Brown. A bəndinə nə deyir? Elizabeth Brown apologize for not being able to accept the invitation. Elizabeth Brown üzrxahlıq edir. Nə üçün? Dəvəti qəbul edə bilmədiyinə görə düzgün cavab burada A düz yazıblar. B bəndinə Mrs. Ridgewell accepts the kind invitation to dinner. Mrs. Ridgewell axşam yeməyi dəvətini səmimiyyətlə qəbul edir. Bu səhvdir. Belə bir şey yoxdur. C bəndinə Mrs. Ridgewell wants to change the date of the dinner. Mrs. Ridgewell məhz naharın vaxtını dəyişmək istəyir. Səhvdir. D bəndinə Jack accepts the invitation to dinner, to have dinner with Mrs. Ridgewell. Jack istəyir ki, məhz Mr. Ridgewell ilə bərabər nahar yemək dəvətini qəbul edir.
daha doğrusu Jack'ı qəbul edirik ki, Jack evdə deyil, Jack birincisi işlə əlaqədir, bizneslə əlaqədir olaraq xaricdədir. Elizabeth Brown is traveling to Edinburgh together with Jack. Elizabeth Brown Jack ilə birlikdə Edinburgha səyahət edir. Xeyr, bu da səhv. Düzgün cavab burada A variantıdır. 7 nömrə tapşırığa keçirik. Dear Jane, əzizim Jane, I hope you are doing well. Ümid edirəm ki, sənin hər şey yaxşıdır. Last weekend I went to the museum with my family. Keçən həftə sonu mən ailəmlə birlikdə muzeyə getdim. The weather was sunny and so we went to the park from there and had a picnic. Hava günəşli idi. Beləliklə biz oradan parka getdik, sonra piknik etdik. We played games and took many photos. Orada oyunlar oynadık və çoxlu şəkillər çəkdirdik. In the evening we ate pizza at a small cafe near my house. Axşam isə evimin yanındakı bir kafedə, balaca bir kafedə pizza yedik. What about you? Bəs sən nədin? Did you do something fun last weekend? Keçən həftə sonu əyləncəli nəsə etdinmi? Best wishes, ən xoş arzularla Oscar. A bəndinə baxırıq. Jane will meet Oscar to go to other museums together. Jane Oscar'la birlikdə digər muzeylərə getmək üçün görüşəcək. Belə bir şeydən söhbət getmədi. B bəndə Jane meet Oscar's family during picnic in the park. Jane parkda piknik edərkən Oscar'ın ailəsi görüşür. Səhvdir. C bəndə Oscar invites Jane to eat pizza at a nearby cafe for dinner. Oscar Jane'i yəni nahar yeməyi üçün yaxınlıcı kafedə pizza yeməyə dəvət edir. Səhvdir. D bəndə Oscar describes Jane how he spent his weekend. Oscar Jane'ə öz həftə sonu necə keçirdiyini təsvir edir. Düzgün cavab D-dir. Y bəndə Oscar sent Jane his family photo in which they were having a picnic together. Oscar Jane'in öz ailəsinin şəklini göndərərək onların birlikdə necə piknik etdiklərini göstərir. Necə piknikdən yox, hər bir şey haqqında ona məlumat verdi deyə. Bu da Y səhvdir. Düzgün cavab D variantı idi burada. Və davam edirik. Deməli, read the passage and fill the tasks. Nə edirik? Burada qeyd etdiyim mətni oxuyub və sual tapşırıqları yerinə yetirmək lazımdır. For many Keçirik mətnə. For many years, some people in North America have reported seeing a strange monkey-like creature known as Bigfoot. İllərdir ki, Şimali Amerikadakı bəzi insanlar məhz meymuna bənzər Bigfoot kimi tanınan qərbi məxluqun onların məxluqu görməsi ilə bağlı məruzə edirlər. It is believed that Bigfoot is very tall and enormous. İnanılır ki, Bigfoot çox hündür və nəhəngdir. It has brown hair and walks on two legs. O qəhvəyi tüklüdür və iki ayaq üzərində yerli, lakin human, insan kimi. Scientists claim that Bigfoot is not real. Alimlər iddia edirlər ki, Bigfoot real deyil, həqiqi deyil. But people have seen Bigfoot believes that it really exists. Amma insanlar məhz Bigfoot'un olmasını, real olması, mövcud olmasından bağlı mövcudluğuna inanırlar. The story of Bigfoot began in 1958 when a construction worker in California found large and mysterious footsteps on the ground. 1908-ci Bigfoot'un hekayəsi 1908-ci ildə məhz construction söhbət bina tikintisi, bina işlə məşğul olan bir fəhlə, bina işçisinin Kaliforniyada torpağın üzərində sirli footsteps ayaq izlərinin sirli və böyük ayaq izlərini tapır. A local newspaper published an article about the mysterious footsteps and soon the story spread to other parts of the world. Və yerli qəzet həmin məqaləni Sirli Addımlar adında bir məqalə çap etdirir və tezliklə həmin hekayə dünyanın digər hissələrinə də yayıldı. Some people throughout North America began to report that they also saw Bigfoot. Və tezliklə Şimali Amerikadan da kənarda insanlar Bigfoot
məhz Bigfoot-u görməklərlə bağlı məruzə yazmağa başladılar. So groups of people known as Bigfoot hunters try to find this creature. Və beləliklə bir qrup insanlar, yəni Bigfoot ovçuları kimi tanınan bir qrup insanlar məhz bu məxluqu tapmağa çalışdılar. On October 20th, 1967, two men claimed that they filmed Bigfoot near the area called Bluff Creek. 1967-ci oktyabrın 20-sində iki nəfər şəxs iddia etdi ki, onlar məhz Bluff Creek adlı bir ərazinin yaxınlığında Bigfoot'un şəklini, yəni filmini çəkdilər, yəni onu video aldılar. The video showed a large hair creature walking in the forest. Və video nəyə göstərdi? Nəhəng tüklü bir məxluqun meşədə gəzdiyini göstərdi. There are still some discussions whether this creature is real or not. Və hələ də bəzi müzakirələr mövcuddur ki, həmin məxluq həqiqidir yoxsa yalan. It seems that these discussions will continue for a long time. Və görünür ki, bu müzakirələr hələ uzun müddətdir davam edəcək. Başladıq suallara cavab verməyə. Burada kesit edirik. Bir saniyə. 8 nömrə tapşırığa keçək. Complete the sentence according to the passage mətnini məhz 7, yəni mətnə əsasən cümləni tamamlamaq lazımdır. Once the number of reports about the hairy creature increased Bigfoot hunters. Bir zamanlar, yəni məruzələrin sayı haqqında, yəni tüklü məxluq haqqında məruzə sayı artdı və Bigfoot məhz ovçuları nə etdilər? A bəndində decided that it was hidden in the woods. Qərara gəldilər ki, o məhz meşədə gizlədilib. Bu səhvdir. B bəndində went to the place it was seen. Əvvəla onun göründüyü yerlərə getdilər. Səhvdir. C bəndində wrote a story about it. O haqqında hekayə yazdılar. Səhvdir. D bəndində decided to look for it. Bəli, onu axtarmağa başladılar. Yəni, baxın burada da var. Find creature. Həmin məxluqu tapmağa cəhd etdilər. Yəni axtarmağa başladı. Düzgün cavab D variantıdır. 7 surat about hunting, onu ovlamaqla bağlı fikirləşdilər. Bu səhvdir. 9 nömrə tapşırığa keçid edirik. What's the passage mean about? Onda mətn nə haqqındadır? A bəndi an article in a local newspaper. Yerli məqalədə, yerli qəzetdə bir məqalə. Səhvdir. B bəndi a creature found by scientists. Alimlər tərəfindən tapılan məxluq. Səhvdir. C bəndi a stranger creature in North America. Şimali Amerikada mövcud olan qəribə məxluq. Düzgün cavab C-dir. C düz yazılıbdır. Və D bəndində people who saw Bigfoot. Bigfoot'u görən insanlar səhvdir. Y bəndi a big man with long brown hair. Uzun qəhvəyi saçı olan böyük adam. Bu səhvdir. Keçdik 10 nömrə tapşırığa. Which statement is false according to the passage? Mətnə görə səhv olanlar lazımdır. A bəndində the information about Bigfoot started to spread in the 20th centuries. 20-ci əsrdə Bigfoot haqqında məlumat məhz yayılmağa başladı. Bu səhvdir. Bəli, yayıldı. 1967-ci 20-ci əsrə aiddir. 1958, bəli, tamamilə doğrudur. Ona görə bunu səhv kimi götürə bilmərik. Bu səhvdir. B bəndində some people consider that Bigfoot is real. Bəzi insanlar inanırdılar ki, Bigfoot realdır. Bu doğrudur. Buna görə səhv götürürük bunu. C bəndində discussions about the hairy creature have ended. Qəhvəyi, yəni tüklü məxluq haqqında müzakirələr sonlandı. Xeyr, davam etməkdədir. Ona görə səhv olan budur. Bunu götürəcəyik. Düzgün cavab C variantıdır. Gəldik 11 nömrə tapşırığımıza. 11 nömrə tapşırıqda isə according to the passage, choose the correct answer to the question according to the passage. Mətnə əsasən suala düzgün cavab seç. How did the two men in North America try to prove that they saw big? Şimali Amerikada iki insan Bigfoot'u görməklərlə bağlı necə sübut etməyə çalışdılar ki, onlar Bigfoot'u görüblər. A bəndində they wrote an article about it for a newspaper. Bir qəzet üçün məqalə yazdılar. Səhvdir. B bəndində they took photos of the footsteps of
Bigfoot. Bigfoot'un addımlarının şəkillərini çəkdilər. Səhvdir. C və Z interviewed people who saw Bigfoot. Bigfoot'u görən insanlarla interview aldılar. Səhvdir. D variantın they filmed a hair creature on video. Videoda məhz tüklü məxluqu film aldılar. Bu doğrudur. Orada filmin çəkdilər. Gəldik 13 nömrəli tapşırığa. Which statements are true according to the passage? Mətnə görə doğru olanlar lazımdır. True. Baxırıq. Bir, people from South America claim that they saw Bigfoot. Cənubi Amerikadan yazılıbdır. Amma söhbət North Amerikadan gedir. Baxın, yaşadığı yer North Amerikada. Ona görə bir avtomatik səhvdir. 2-yə keçid edirik. Üçüncü, scientists don't think that Bigfoot is a real creature. Alimlər fikirləşmirlər ki, Bigfoot realdır. Yəni fikirləşirdilər ki, o real deyil. Bu doğrudur. 2-ni götürürük. 3. Bigfoot has brown hair and it walks on 4 long legs. Bigfoot tüklüdür, düz qəhvə tükü var. Ancaq o 4 leg, 4 ayaq üzərində deyil, 2 ayaq üzərində yeriyirdi. Ona görə 3 səhvdir. 4. Bigfoot is believed to be a huge creature which looks like a monkey. Bigfoot inanılırdı ki, nəhəng bir məxluqdur və meymuna bənzəyir. 4 düzdür. Düzgün cavablar burada 2 və 4'dür. Gəldik 13 nömrəli tapşırığa keçirik. Choose the correct option. Düzgün seçimi yazmaq lazım. D nöqtə little sugar in this cup of tea. Zeri-zira qaydasına bilirik ki, xəbər özündən sonra gələn birinci mübtədən uzlaşır. Yəni ilk isim sayıla bilən təhdədir. Sayıla bilən və ya da sayıla bilməyən olmasıdır və cəm olması bizim üçün önəmlidir. Sugar sayıla bilməyən tək isimdir. İsim təkdə, deməli xəbərdə təkdə is və was götürüləcək. Düzgün cavab 1-3 D variantı doğru yazılıbdır. Doğrudur. Gəldik 14-cüyə. If you choose the correct option, düzgün yeni cevabı seçirik. If you visit the coffee hours, someone the phone. Uşaqlar bildiyiniz kimi if həm zaman budaq cümləsində eyni zamanda şərt budaq cümləsində işlənə bilər. Əgər şərt budaq cümləsində işlənərsə ifdən sonra indiki zaman, yəni call, ifdən sonraki cümlədə gələcək saat zaman işlənir, yəni will answer. Bu doğrudur. Əgər if zaman anlayışı bildirəcəksə, özündən sonra birinci indiki sadə və digərində indiki sadə. İndiki qaydasına uzlaşmalıdır. Düzgün cavab 1-4 D variantı doğrudur. Gəldi 15-ciyə. Which words 15 nömrəli tapşırığa keçirik. Which words mean a plant? Hansı sözlər bitki mənasını verir? Winter qış, tree ağac, traffic nəqliyyat, flower gül. Düzgün cavab burada tree və flower 2-4 düzgün cavab D-dir, düz yazılıbdır. C variantı soru. Devam edirik. 16. Choose the correct option. Düzgün cavab seçirik. I think you spend more time with your children. Variantlarda should, may to, come to, must to, have müdafiələr verilibdir. Müdafiələrin düzgün yazılış qaydalarına baxırıq. B bəndə may to deyə bir qayda yoxdur. Can müdafiənin sotu gəlməz. Must'dan sotu gəlməz. Have'in to'su yoxdur. Düzgün cavab should doğrudur. Sadəcə düzgün yazılış istəyirdi bizdə. 17. They didn't invite from school to her birthday party. Burada görürük nöqtələr verilir və nöqtələrdən əvvəl not var, inkar var. Notdan sonra bir sadə cümlədə iki inkar olmaz. No one-dan nobody getdi. Notdan sonra some onun törəməsi olmaz getdi. Anything anybody'dən söhbət. Invite dəvət etmək feilindən söhbət getdiyi gibi burada şəxsi anybody düzgün cavabdır. Jane didn't invite anybody from school to her birthday party. Jane ad günü partisi üçün məktəbdən heç kimi dəvət etmədi. 18. Choose the pair of words with a negative meaning. Mənfi mənalı sözlər seçirik burada. Rude, kobud, impolite, nəzakətsiz. A doğru yazılıb. B bənə beneficial, faydalı, helpful, köməkçi, müsbət mənalıdır, olmaz. C bənə honest, dürüst, calm, sakit, müsbətdir. Perfect, mükəmməl, ideal, müsbətdir. Tasty, dadlı, delicious, dadlı, müsbətdir. Mənfi mənalı olanlar A variantıdır, düzgün qeyd olunubdur. 19. Choose the correct with close meaning. Sinonimlər lazımdır. Destroy dağıtma, encourage ruhlandırma, ruin dağıtma, scroll idarə etmək və spoil isə dağıtmaq. Düzgün cavab 1, 3, 5 Y variantı və doğru yazılıbdır. 20. Choose the correct option. Düzgün cavab seçirik. The room was decorated toys. Otaq oyuncaqlar ilə bəzənmişdir. Düzgün cavab burada C variantıdır, yəni with.
işlənməlidir. Bu testlərdə çox işlənir. Decorate with toys. Bunu səhv qeyd edilibdir. Və 21. Choose the correct option. Düzgün cavabı seçirik. Mary saw yellow car in park. Yaşadığımız, işlədiyimiz yerə yaxın ərazilər demişdi, ziyarət işlənir. In the park. Bu həmişə z ilə işlənir. Və hər hansı bir isim sahibindən təkdədirsə və önündə onun təyin edicisi varsa, burada e artiklına işlənir. Çünki ilk dəfə gördüyümüz bir şey. E, z düzgün cavab Y variantı da düz yazılıbdır. (22) nömrəli sualına. 22 nömrəli sualda isə match the words to their definition izahlar lazımdır burada gördüyümüz kimi. Sözdə olan izahlara. 1. To attack, hücum etmək, improve, yaxşılaşdırmaq, təkmilləşdirmək, concentrate, diqqətini toplamaq. 9-cu sinif sözlər tamısı. Baxırıq, A bəndə to give all your attention, diqqətdən söhbət gedir. Diqqət verirsə, söhbət concentrate-dən gedir. Yəni, A bəndində olacaq, A-ya uyğun gələcək 3. Concentrate. 3A uyğun gələcək, 2 variantı uyğun gəldi və Y variantına baxacaq. Gəldik B bənd, to start fighting. Fight, döyüşməyə başlamaq. Döyüşmək nədir? Attack. Yəni 1-ə uyğun gələcək B. Buraya yazırıq 1. Bir dəqiqə. Bunun qabağını yazaq B. 1-ə B uyğun gələndə 3-ə də A uyğun gələrsə 2-yə uyğun gələcək C baxaq. Baxaq, to make something somebody better than, yəni əvvəlkindən daha yaxşı, better, daha yaxşı etmək, bu təkmilləşdirməkdir. 2-yə də uyğun gələcək C. Birə uyğun gəldi B, 2-yə uyğun gəldi C, 3-yə uyğun gəldi A, düzgün cavab Y variantıdır. 23. Choose the correct option for both sentences. Hər iki cümlələr üçün doğru cavab seçirik. Books do you usually read? Burada özünüz isim tələb edən sual sözdən söhbət gedir. Özünüz isim tələb edən sual sözlər hansılar idi? Bir dənə yadımıza salaq. What, whose, which, what kind of, how many, how much. Belli bir söz seçəcək ki, bu həm birinci, həm ikinci uyğun gələcək. Özündən sonra isim tələb edən söz, burada gördüyümüz kimi variantlardan bir dənə what var. What. İkincidə isə görək, is Mr. Wilson's feedback. Burada mübtəda məqamı çıxış edir. What, yəni what'un həminə hansı sual var? Düzgün cavab burada B variantı idi. Nə deyir? What books do you usually read? Sən adətən hansı kitabları oxuyursan? What is Mr. Wilson's feedback? Mr. Wilson'un sorğusu nədir? Feedback burada sorğudur. Düzgün cavab B variantı idi. 24. Choose the correct passive voice version of the given sentence. Bəzi rəyləri oxuduq. Burada qeyd edilər ki, məhz 3 səhvdə öncə düzgün veriləcək. Gəlin baxalım görək 3-də həqiqətən səhvlik varmı? Sally made monthly payments to the bank cümləsini düzgün şəkildə məchul növə çevirmək lazım. Səhər cümlənin mübtədası düşəcək. Monthly payments bir dəfə cümlənin mübtədası olacaq. Made keçmiş zamanda olduğuna görə were made to the bank. Bu da 2 düzdür. Bir dəfə də banka Sally aylıq ödənişlərini banka etdi. Bəzi ödənişlər banka edildi şəklində də verilə bilər. Bəli, burada bank sözü əvvəl keçir. Was made monthly payments şəklində də işlənə bilər. Sally burada işlənməsi üçün by şəklində işlənməlidir. Ona görə to ola bilməz. 2-3 doğru düz yerində, doğrudur. Düzgün cavab B variantıdır. I was late, I took the wrong bus. Əgər ikinci cümləmiz bizim izah formamızıdırsa, yəni səbəbi izah edirsə, nəticə əvvəldə olur, səbəb ikinci verilərsə, biz burada as, because bağlayıcılarını işlədə bilərik və görürük. Burada 1, 2, 3, 4 şəklində verilən bağlayıcıları seçmək istəyiriksə, ikisi bir-birinə bərabər məna ifadə edən biz bağlayıcıları seçməliyik. Bunu dərslərimizdə də qeyd edirik.
As, because bir-birinə bərabərdir. If, ki, mi mənasını, zətdir, ki, mi mənasını verə bilər. Ancaq ki, mən yanlış avtobusa mindim. Mən gecikdim. Çünki yanlış avtobusa minmişdim. Düzgün cavab burada 1 və 4. İzah verir çünki. Səbəbi nə idi? Niyə gecikmişdi? Nəticədə gecikdi. Çünki səhv yanlış avtobusa minmişdi. Bu belə əziz şagirdlər, gördüyünüz kimi sizin üçün həm qısa mətnləri, həm böyük mətnləri, mətnimizi, həm də qrammatikanın izahatını verdik. İndi keçəcəm sizinlə dinləmə materialının izahatını verməyə.